Sumqayıt şəhər polis idarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sisli əməliyyatlar keçiriblər. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və tanışı 38 yaşlı Fuad Qurbanovdan 1 kilo 500 qram heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudoğludan 9 kilo 130 qram marixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək aşkarlanıb. Sumqayıt şəhərində narkotiklərin satışına qarşı həyata keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 27 yaşlı Əfsanə Qasımova və tanışı 28 yaşlı Pəlvan Abbaszadə saxlanılıblar. Bu şəxslərdən isə 13 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri Sumqayıt şəhərində müxtəlif ünvanlara yerləşdirməklə satışını təşkil etməyə planlaşdırdıqları müəyyən olunub. Faktla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.